Bəzən həqiqi kilsə müqəddəs kitabın mütləq standartı ilə deyil, insanların nisbi standartları ilə kafir kimi damğalanır. Tipik nümunə bidət kimi damğalanan ilk kilsənin inancıdır. Bizim gəldiyimiz nəticəyə görə bu kişi dünyanın hər yerində olan yəhudilər arasında ixtişaşlar salan bir ara qarışdırandır. O, Nəsrani təriqətinin başçılarındandır. Yəhudilər cismani bədəndə gələn Məsihə inanmadılar və əhd-i-ətqə sadiq qaldılar. Üstəlik, onlar yeni əhd qoruyan ilk kilsənin inancını bidət adlandırdılar. Lakin ilk kilsə Allahın cismani bədəndə gələcəyi və yeni əhdi quracağı vədinə qəti şəkildə inanırdı. İlk kilsə İsa'nın cismani Allah olduğuna tam inanırdı və İsa'nın qurduğu yeni əhdi yayırdı. İlk kilsə Yəhudi liderlərinin gözündə kafir görünürdü, lakin Allahın nəzərində həqiqi kilsə idi. Müqəddəs kitabın tarixi bizə öz təlimlərinə əsaslanaraq kilsəni kafir kimi ittiham etməyin nə qədər təhlükəli olduğunu öyrədir. Bəs müqəddəs kitaba görə mütləq bidət nədir? Müqəddəs kitabın təyin etdiyi mütləq bidətləri ayırt etmək üçün onların İsa'nın qurduğu yeni əhdə yoxsa insan uydurması təlimlərə aid olduğunu yoxlamalıyıq. Birinci, insan uydurması olan bazar günü ibadətini edən kilsə bidətçidir. Allah bizə 10 əmrin 4-cü əmri olaraq şənbə gününü müqəddəs saxlamağı əmr etdi. İsa şənbə gününə riayət etməyin öz adəti olduğunu söylədi və şənbə günü sinagogda müqəddəs yazıları oxudu. İsa şənbə gününü ona görə tutdu ki, bizə izləməyimiz üçün nümunə olsun. Beləliklə, müqəddəs kitabda olmayan bazar günü ibadətini keçirən kilsə bidətçidir. İkinci, Pasxa bayramını qeyd etməyən kilsə bidətçidir. Allahın əmr etdiyi Pasxa bizi bütün bəlalardan qurtaran həqiqətdir. İsa şagirdlərinə Pasxanı qeyd etməyi əmr etdi. Müqəddəs kitabda yazılan Pasxanı tutmayan kilsə bidətçidir. Üçüncü, müqəddəs kitabda olmayan 25-ci dekabrı İsa'nın doğum günü kimi qeyd edən kilsə bidətçidir. Milad günəş tanrısına ibadət edən bütpərəstlərin adətindən yaranıb. Müqəddəs kitabda miladın 25-ci dekabrda qeyd olunması barədə heç bir qeyd yoxdur. Beləliklə, müqəddəs kitabda olmayan miladı 25-ci dekabrda qeyd edən kilsə bidətçidir. Dördüncü, xaç quran kilsə bidətçidir. Xaç qədim Romalıların ölüm hökmü üçün istifadə etdiyi bir alət idi. Müqəddəs kitab uyarır ki, insan düzəltməsi xaç xilas və ya əbədi həyat verə bilməyən bir bütdür. Beləliklə, İsa'ya cinayətkar kimi davranılan və əzab verilən ölüm aləti olan xaçı ucaldıb müqəddəs sayan kilsə bidətçidir. Bidətin yeganə meyarı müqəddəs kitabdır. 2000 il əvvəl öz təlimlərinə əsaslanaraq İsa'nı bidətçi kimi ittiham edən insanların hamısı məhv edildi. Bu dövrdə də eynidir. İnsan düzəltməsi təlimlərə uyan kilsə sonda məhv olacaq, çünki müqəddəs kitaba görə onların yolu mütləq bidətdir.
Xahiş edirəm, müqəddəs kitabın təlimlərinə əməl edən həqiqi kilsəni yalançı kilsələrdən ayırd edin və səmavi padşahlığa daxil olun.